Bu gecə Rəcəb ayının 27-ci gecəsi Məbəs gecəsidir. İmam Cavad əleyhissalam buyurur ki, Rəcəb ayında elə bir gecə var ki, günün işıq saçdığı hər şeydən xeyirlidir. Yəni bütün dünyadan üstündür. O Rəcəb ayının 27-ci gecəsidir. Həmin günün sübhü Peyğəmbər peyğəmbərliyə çatıb. Kim bu gecə ibadət eləsə, bu gecələrin İmam Cavad buyurur, əməllərini yerinə yetirsə, 60 il ibadətin savabı yazılar. Sabahki gün fəzilətli bir gündür, bayram günüdür. Günün əməllərindən biri qüsuldur. Mümkün olsa sabah bayram qüslu alın. Məbəs gününün qüslunu alıram bu niyyətlə. Elə cənabət qüslu kimi. Sabahki gün il ərzində 4 gün var oruç tutmaq üçün ən fəzilətli. 4 gün oruç tutmaq üçün ən fəzilətli olan 4 gündən biri sabahki gündür ki, hədisdə buyurur ki, kim Məbəs günü oruç tutsa 70 il oruç tutmuş kimidir. 70 ilin orucuna bərabərdir. Niyə oruc Məbəs günü? Ona görə ki, bir daha deyirəm, Məbəs azadlıq gətirir insana. İnsan oruç tutmaqla özündən azad olur. Oruc ən çox nəfslə mübarizə olan bir ibadətdir. Ona görə də 70 ilin ibadətinin savabı var. Sabahki gün Peyğəmbər və Həzrət Əlinin ziyarəti var ki, kitablarda oxuya bilərsiniz. Allahdan həm özümüzə, həm xalqımıza, həm bütün müsəlmanlara, bütün bəşəriyyətə xoşbəxtlik arzu eləyək. Dinin doğulduğu gün, dinin dünyaya gəldiyi gün hamımıza mübarək olsun. Allah bizi bu dinin qədrini bilənlərdən və həqiqi ardıcılarından qərar versin. Bir daha bu gözəl bayram münasibəti ilə hamınızı təbrik edirəm. Allah bizi Peyğəmbərimizdən, Quran-ı Kərimdən dünya və axirətdə ayrı salmasın və Peyğəmbər əhl-i beytinin dünyada ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin inşallah.